Dəyərli izləyicilərimiz, necə başlayım, nətər başlayım bilmirəm. Həqiqətən də söz tapa bilmirəm. Çox möhtəşəm bir evdir. Əsl dosta, qardaşa qismət olması yaxşı, əla bir ev axtarırsınızsa, mütləq gəlib bu evə baxmağınız məsləhətdir. Təqdim etdiyim həyət evi 5 sota yaxın torpaq sahəsində inşa olunan əla təmirli, mükəmməl bir tikilişə malik olan bir evdir. Evin təkcə tikilişi, təmiri mükəmməl deyil. Evin yerləşmə yeri doğrudan əla bir yerdədir. Qapısının önünə kimi asfalt xəttdir, asfalt yoldur. Kommunalları, qazı, suyu, işığı, kanalizasiyası hər bir kommunalı var. Sənəd də təbii ki, kupçadır. Baxın, belə bir gözəl həyətyanın sahəsi var. Tarqovu daşlarla üzlənib. Mərtəbələr arası monolit betondur. Evimizdə birinci mərtəbədə monolit betondur. Kəməri, fundamental tikilişə malik olan bir evdir. Evimiz bir neçə ilin evidir. Belə desək, şəxsi tikili bir evdir. Həqiqətən, yəni sözümə inanın, evimiz bir neçə ilin evidir. Tikiliş köhnə tikilişdir. Yəni evin təmiri indi yenilənib. Burada evin yan hissəsinə baxın, keçmək mümkündür. Evin yan hissəsində belə bir kombi otağı düzəldilib. Üstü betonlanıb, istəsəz üzərinə su çəndi, ehtiyat çəndi qoya bilərsiniz. Zaborun hündürlüyünə baxın. Zaborlar hardasa 5-6 metr hündürlüyündədir ki, bu da böyük bir üstünlükdür ki, heç bir qonşu həyəti görmür. Və əlavə olaraq həyətdə baxın, belə bir gözəl bir hissəsi vardır ki, ev sahibi buranı alıcıların zövqünə uyğun olaraq saxlayıb ki, burada istəsəz zövqə uyğun olaraq basen də tikdirə bilərsiniz. Yəni həyəti qonşu görmür. Həyət dörd bir tərəfdən bağlıdır. Və eyni zamanda burada besetka, manqallı və yaxud da ki, asfalt yolun düz kənarında olduğu üçün işlək yoldur bura. Məktəbdir, yaşa obyektlərdir, çox yaxın yerdədir və ana yola da çox yaxın yerdir. Burada obyekt icarəyə verə bilərsiniz. Evin digər yanına da keçmək mümkündür. Dəyərli izləyicilərimiz, gəlin sizlərə evimizin daxili görünüşündə daha yaxından tanış edim. Həqiqətən də möhtəşəm bir evdir, söz tapmaq olmur. Söz tapmaq olmur dəyərli izləyicilər. Həqiqətən çox möhtəşəm bir evdir. Bura evin giriş hissəsidir ki, paltar şkafı üçün nəzərdə tutulub. Gəlin daha ətraflı evin daxili görünüşü ilə də sizləri tanış edək. Qranit gördüyünüz bütün hissələr istipoldur. Girişin gözəlliyinə baxın. Həqiqətən də adamı valeh edir bu ev. Bu hissədə yerləşir belə bir geniş, nəhəng ölçüdə, hardasa 30 kvadrata yaxın ölçüdə olan mətbəxi. Mətbəxə baxın, maşallah olsun. Bugünkü gündə ev axtaran alıcıların bütün istəkləri bu evdə cəmləşir. Mətbəx genişdir, qonaq otağı genişdir, həyətyanın sahəsi maşallah olsun çox genişdir, yolu asfaltdır, yaşa obyektlərinə yaxındır və 40 kvadratdan da artıq ölçüsü olan nəhəng bir qonaq otağı. Təmirin gözəlliyinə baxın. Evdə istifadə olunan rəng salarları, aboy, laminat, qapı, hamısının rəng salarları bir-birini tamamlayır. Döşəməyə vurulan laminat faskalı laminatdır, parketə bənzər çox gözəl vuruşu vardır ki, bu da evə xüsusi gözəllik qatır. Dəyərli izləyicilərimiz, gəlin sizlərə digər otaqlarla tanış edim. İlk öncə mən sizə birinci mərtəbədə yerləşən belə bir köməkçi yataq otağı var. Adətən birinci mərtəbədə olan otaqlar, yataq otaqlar kiçik olur. Bu evdə isə gördüyünüz kimi çox genişdir. Əla bir proyekti var. Bir daha da qeyd edirəm, evimiz şəxsi tikili bir evdir. Yəni ola bilər ki, rəylərdə yazarsınız ki, yox, şəxsi tikili deyil, makler evidir qətiyyən. Yəni qətiyyən makler evi deyil. Burada yerləşir evin sanuzelləri. Bura kiçik sanuzel, bura isə böyük sanuzeldir ki, burada duş kabini üçün baxın. Duş kabini üçün yer də nəzərdə tutulub və çox böyük ölçüsü var. Alıcı ilə satıcı arasında razılıq əsasında aksesuardır, mətbəx mebeldir, kombidir quraşdırıla bilər. Təbii ki, razılıq əsasında bu da qiymətlə əlaqədar olan bir prosesdir. Gəlin sizlərə ikinci mərtəbəni də təqdim edim. Hörmətli izləyicilərimiz, ikinci mərtəbədə bizdə yerləşir yataq otaqları. Yataq otaqlarda maşallah olsun o qədər genişdir ki, o qədər sayı çoxdur ki, 7 otaqdan ibarət nəhəng bir evdir. Bura birinci otağımız. Evdə bütün pəncərələrin qarşısı açıqdır, öz həyətinə baxır, qaranlıq pəncərəsi yoxdur. Bura qonaq otağından biraz kiçik olan yataq otağı. Otaqların genişliyinə baxın. Otaqlar o qədər çoxdur ki, adam çaşbaş qalır bu evdə. Həqiqətən də möhtəşəm bir tikilişi var. Sondakı otaqları sizlərə, gəlin bu otağı da təqdim edim sizə. Bura evimizin digər bir otağıdır. Üstünlüyü nədir ki, eyvan sahəsinə çıxışı var. Sonda eyvanı da sizlərə təqdim edəcəm. Bura digər bir yataq otağıdır. Baxın, bu otağın da eyvan sahəsinə çıxışı var. Və sizlərə evimizin ən kiçik otağına təqdim edim. Bu ən kiçik otaq nədir?
Yəni qardırob otağı kimi və yaxud da ki, buranı iş otağı kimi istifadə edə bilərsiniz, camaşır otağı kimi istifadə edə bilərsiniz. Kiçik otaqdır. Və ikinci mərtəbədə yerləşən hamam. Baxın, belə bir hamamı var. Gəlin sizlərə eyvan sahəsini də təqdim edim. Videomuzu yekunlaşdıraq, qiyməti də qeyd edim. Deməli, evimizin qiyməti 205 min manatdır. Real alıcılarla real endirim olacaq. Həqiqətən yaxşı bir endirim olacaq. Burada balkon demək olmaz, teras ölçüsündə olan nəhəng bir genişliyə malikdir. Qazı, suyu, işığı, kanalizasiyası, kupçası, hər bir şəraiti var, evə söz ola bilməz. Gəlin, inşallah baxın, bəyənin, qiymətdə yaxşı endirim olacaq. Sağ olun, salamat qalın.